və dəyərli izləyicilərim, çox sayılı suallarınıza görə ASD Fraksiya 2 haqqında video çəkirəm. Baxın, bu belə də dolu qalıb. Mən bunu içirdim. Bir neçə il içdim. Heç bir xeyrini də görmədim. Düzdür, eşidirdim ki, Moskvanınki içini dəyişiblər, tərkibini dəyişiblər. Amma yenə də içirdim. Heç bir xeyrini də görmədim. Və çox dərin araşdırma apardım. İndi sizə göstərəcəm ki, kitabını da oxuyurdum, əziz izləyicilərim. ASD Fraksiya 2-nin kitabını oxudum və nəyə görə Arma-1-in ASD-sini içirəm və necə içirəm, içilmə qaydasını çox soruşursunuz. Ələxüsusda mənim xərçə xəstələri qrupum var. Allah hamısına şəfa versin. Onlar soruşurlar ki, Məryəm xanım necə içək? Və mən heç kimə məcbur etmirəm ki, ASD Fraksiya 2 içsinlər. Mən özüm içirəm, ailəliklə hamımız içirik. Bütün tanıdığım, bildiyim doğmalarım içir. Heç kimə məcburi ASD Fraksiya 2 içdirmirəm. ASD Fraksiya 2 immunostimulyatordur. Allahın bir möcüzəsidir. Doğru, baxın, bax burada kitabında da oxudum, nəhayət ki, yekun elədim. Kitabında da yazır ki, da çox möcüzədir. Bütün professorlar da təsdiqləyir dünyanın. Mənim TikTok səhifəmdə, YouTube səhifəmdə də qoymuşam. 30 ilin professor onkoloqları ASD Fraksiya 2 haqqında danışır. Xərçə hüceyrələrinin necə məhv etdiyini, metastasların qarşısı alındığını. Mən əvvəl istəmədim ki, danışam. Çünki olur ki, bəzən kimsə deyir ki, mən içdim, mənə pis təsir elədi. Amma çox saylı insanlar bunu düzdür, pisləyirlər Moskvankini, bax bu rəhdə olanı. Amma bunu pisləyən adam görməmişəm, hamı tərifləyir, metastasların qarşısı alınır. Mənim səhifəmdə videolar var, bir çox xərçə xəstələri səslərini paylaşmışam ki, Məryəm xanım, şişlərimiz balacalaşıb, metastaslar dayanıb, düzdür, təkcə ASD ilə yox. Başqa mənim dediyim, özümünə aid türkə çarələrim var ki, illərimi ayırmışam, kitablarımı oxumuşam, saçımı ağartmışam, kitab oxumaqla bugünkü gündə də gecə ilə oxuyuram ASD Fraksiya 2 haqqında. Bir bunlar haqqında yox, bütün professorların, bilim insanlarının kitablarını YouTube'da videolara baxıram, leksiyalara qulaq asıram və məsələ orasındadır ki, mən ən çox sevirəm, siz də yazsanız ASD Fraksiya 2 YouTube'da yüzlərlə yox, minlərlə videolar çıxacaq və hamınızdan xahiş edirəm, indi internet zamanəsidir, yenə də deyirəm, heç kim uşaq deyil, heç kim çörəyi qulağına yemir, özünüz girin, axtarın, baxın və o YouTube'da olan videolar, hansı ki həkimlər, professorlar danışır, adi real insanlar, hansı ki sağlıqlarına qovuşublar, vərəm olsun, xərçəng olsun, Parkinson olsun, nə bilim, hepatit olsun, saymaqla bitmir da, saymaqla bitməyən nəyə görə? Çünki ASD Fraksiya 2 xəstəliyin kökünə düşür, oradan başlayır müalicə eləməyə, immuniteti elə bir dərəcədə qaldırır ki, xəstəliklə gözəl mübarizə aparır, hansı növ xəstəlik olur olsun. Və ASD Fraksiya 2-nin mən oxuduqlarımı deyirəm, araşdırdıqlarımı deyirəm, özünüz bilərsiniz. Özünüz də YouTube'da baxın, ximiya terapiya alanlar da, şua terapiyası alanlar da içir. Xeyrini görənlər, dediyim kimi, videoda baxdınızmı, tutaq ki, bir leksiyaya və yaxud hansı həkim bunun haqqında danışır YouTube'da. Aşağıda kommentariya yeri var, yəni şərhlər. Oranı basırsınız minlərlə, mən indi sizə göstərərdim, prosto video çox uzun çəkəcək. Özünüz yazsanız görəcəksiniz, minlərlə şərhləri oxusanız, minlərlə, hər videonun aşağısında 30 min, 20 min, 13 min, 40 min və s. 3 min, 5 min şərhlər var. Real sağalan insanlardır, dualar edirlər, doğru qabaq hansı ki bunu çıxardı və onu güya bədbəxt hadisə nəticəsində öldürürlər, düzdür, çox pis iyi var. Amma mənim üçün o iyi belə ən gözəl bir fransız ətridir. Çünki o qədər gözəl bir möcüzəvi bir şeydir ki, onu saymaqla bitmir. Mənim özümün qrupumda içənlərin sayı hesabı yoxdur və sağlıqlarına qovuşublar. İndi sizə göstərəcəm. Amma yenə də deyirəm, özümə borc bildim ki, deyim. Əvvəl yenə də deyirəm, istəmədim. Bir neçə vaxt bunu içdim, özünüz görürdünüz canlıda, amma heç bir xeyrini görmədim, saxladım. Sonra bunu içdim, amma heç kimə demədim. Ona görə ki, görürdüm ki, bunda çox şikayətlər olundu. Amma xərçə xəstəliyi qrupumda o qədər ki, mənə təriflər elədilər ki, Məryəm xanım, ASD Fraksiya 2-ni ilk sizdə gördük, içdik. İlk 2 il, 3 il, 4 il bundan qabaq mən bu ASD haqqında video paylaşmışam YouTube səhifəmdə. Faktları göstərmişəm və nəyə görə onlar sağalsın, mənim başqa xalqımın üzvlərindən xəstəliklərdən sağalanlar olmasın. Təkrar eləyirəm, mən heç kimə məcbur eləmirəm. Özünüz axtarın, araşdırın. Prosto mənə çox suallar gəlir ki, Məryəm xanım, necə içirik, nə olar, onu bizə öyrədin. İndi sizə onun içilmə qaydasını öyrədəcəm. Xahiş edirəm, videonu paylaşın ki, hamı görsün. Əgər takip olunmamısınızsa, burada üstə gələ işarəsini basın. Bax, burada görürsünüz, yumru işarə var. Bax, o yumrunu basın, əlinizdən gələn qədər şərhlər yazın.
Özünüz də yaxşı bilirsiniz ki, kimlər mənə mane olur. Bir Allah düzdür məndən bacara bilər, bildiklərimi, xalqımı ki, sağlığına qovuşdururam. Milyonlar ki, mənə dua eləyir. Girib səhifəmdə görərsə, o mənə bəsdir. Gözəl sözlər yazırlar. Siz də bax bu şərh bölümünü, bu yumruğunu basın. Əlinizdən gələn qədər sözlər yazın ki, kəşfətə düşsün. Bütün xəstələr görsün. Bax burada 4 günc işarə var ən aşağıda görürsünüz. Yox, ən aşağıda deyəsən ox işarəsidir. Bax bu 4 güncü basın, sarı olsun, yaddaşa salın ki, onda kəşfətə düşür mənim videolarım. Oxu da basın, videoları paylaşdırın. İndi isə əziz izləyicilərim, çox diqqətli olun. Göstərəcəm sizə ki, necə içmək olar. Əziz izləyicilərim, diqqətlə baxın, Moskvanın istehsalı olan bu ASD-ni məsləhət bilmirəm. Baxın, məndə bu təzədir. Baxın, bu qutarmamış, nədir? Bu qutarmamış. Bax, bu ASD-im qutarmamış, görürsünüz, yarımçıqda ailəliklə hamımız içirik. Mən təzəni almışam, gözləyirəm, çünki burada Rusiyada da tapmaq çətindir. Baxın, başı bax belə bağlı olur, görürsünüz. Yəni, bu kauçuku çıxardacaqsınız yeni içənlər üçün. Əgər istəyirsinizsə, yenə də deyirəm. Demək, açandan sonra görürsünüz, pensilin kimidir. Əvvəlcədən qaynanmış su götürməlisiniz. Qaynanmış otaq temperaturunda su. Qaynanmamış su olmaz. Səhər-səhər mən özüm necə içirəm, onu sizə öyrədirəm. Çünki çox saylı suallar gəlir. Mən ac qarnına içirəm. Bax, bu da ASD-nin kitabıdır. Mən ac qarnına içirəm. Səhər-səhər 40 dəqiqə heç nə içmək olmaz. Ancaq içəndən sonra ASD-ni indi öyrədəcəm sizə necə içilir. İçəndən sonra 40 dəqiqə ərzində ancaq çay və yaxud qaynanmış su içə bilərsiniz. Amma 40 dəqiqədən sonra nə istəsəniz yeyib içə bilərsiniz. Mütləq qaynanmış su, yenə də təkrar eləyirəm, olmalıdır. Mən belə bir şprit ayırmışam. Baxın, dediyim kimi bu rezinindən keçmişdə belə bir pensilin olardı. Baxın, içində belə qara şeylər olur, narahat olmayın. Bəzilərində biraz diri olur o qara şey, heç də narahat olmayın. Baxın, iynəni soxdum. Bax, belə üzü yuxarı eləməlisiniz ki, hava ilə kontaktda olmasın. İndi şprisi çək, zəhmət olmasa. Barmağınızı şprisin aşağısından baxın, aşağıdakı barmağımı görün, götürmürsünüz. O vaxta kimi ki çəkdiniz, sizə lazımı. Əvvəlcə yarım qramdan 3 gün içmişəm, sonra davam eləmişəm. İndi də 1 qramdan, ailədə hamımız 1 qramdan içirik. Çünki biz profilaktik üçün içirik. Baxın, barmağımı aşağıdan buraxmamışam, çıxartdım. 2 stəkan su niyə eləmişəm? Görürsünüz, biri azdır, biri çoxdur. Ona görə ki, bura əlavə edəcəm. Üstündən tez də bunu içəcəm. Çox pis iyi var. Yenə də deyirəm, mən bunun iyinə heç də pis baxmıram. İndi danışıram sizə, iyi buraları götürüb, amma xeyri çox olduğu üçün mən çox sevirəm. İynəni suyun içinə əlavə edirsiniz. Havadan fıskırtmırsınız. Baxın. Sıkırtdım, görürsünüz, sizin üçün belə şəffaf stəkanda eləmişəm. Rəngi də bax, təxminən belə azca bulanıq kimi olur. Bunu içirsiniz, mən indi içə bilmərəm, çünki səhər deyil, artıq yemək yemişəm, içə bilmərəm. Üstündən də tez bunu içirsiniz, əzizim. Əziz izləyicilərim, dəyərli bacı qardaşlarım, yenə də deyirəm, mən özümə ona görə borc bildim ki, o qədər sağ olan insanlar var. Bütün növ bu ASD Fraktiya 2-nin ən gözəl xüsusiyyəti odur ki, nə dərmanı içirsiniz için, içdiyiniz dərman bir aya təsirini göstərəsinizsə, ASD içirsinizsə, daha tez təsir göstərir, mədə bağırsağı düzəldir. Yenə də təkrar eləyirəm, məcbur deyilsiniz, uşaq deyilsiniz, heç kimə gətirib məcburi demirəm ki, ASD Fraktiya 2-ni iç. Araşdırın, oxuyun, nə olar? Hər bir videolara, məhzəbsiz bir videolara, maraqsız, mənasız şeylərə vaxtınızı aparırsınız. 5-cə dəqiqəzi ayırın, YouTube'da axtarın, baxın həkimlərin danışığına, dəhşətli xəstəliklərdən sağalanlara qulaq asın. Məsləhət bilirsinizsə için. Biz ailəliklə hamımız içirik, dediyim kimi tək özümüz yox. Bütün qohumlarımız, əqrabalarımız, tanıdığım, bildiyim və qrupumdakı xanımların hamısı içir. Və bu arada deyim ki, kim istəyirsə sağlamlığına qovuşmaq, əziz izləyicilərim, sağlam qidalarla, qəbizlikdən azad olmaq istəyirsinizsə, aclıq otusuz, stenaldesiz, Məryəm xanımın bütün gözəllik sirlərini bilmək istəyirsinizsə, dini rituallarım var ki, arzularınıza çatırsınız. Əvvəl Allah, sonra mənim dediklərimlə ki, xanımlar artıq sevirlər, bütün dünyaya səs salmışam. Çünki ən ucuz diyetolog mənəm ki, cəmi bircə dəfə 20 manat ödənilir. Arıqlama çayı, arıqlama kofisi qadağandır qrupumda. Bütün qarınınızı, bağırsağınızı açan çaylar, dərmanlar hamısı qadağandır. Məndən çörək almırsınız və çox tezliklə də gözəl nəticələr əldə edirsiniz. Sizə peelinglər atıram ki, üzünüz Məryəm xanımın üzü kimi parıldayır, saçınız gözəl olur. Bütün sirlərini Məryəm xanım sizlərlə bölüşür, amma heç kimə deməyin. İndi isə nömrəmi deyəcəm sizə. Nömrəmi necə deyirəm, eləcə də yaddaşa salmasanız tapa bilməyəcəksiniz. Mənim nömrəm Rusiyanın WhatsApp nömrəsidir. Heç bir əlavələr etmirsiniz. Əvvəlinə bircə dənə üstəgələk yazırsınız. Üstəgələk yaza bilməyənlər sıfırı tutun, saxlayın, üstəgələk yazılır. Üstəgələk 7
901 288 26 94 buyura bilərsiniz. Bütün videolarımda dediyim kimi şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.